Deməli müəllimlər, bugünkü mövzumuz illik və gündəlik planlaşdırma haqqında olacaq. Təlim nəticəsi nədir? Qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi haqqında danışacağıq. Ümumiyyətlə, hər zaman bilirsiniz ki, planlaşdırma vacibdir. Bu istər təlim-tədris prosesində olsun, istər gündəlik həyatımızda olsun, planlaşdırma vacibdir. Yəni, planlaşdırılmamış günü təsəvvür etdikdə, məsələn, hər gün günümüzü planlaşdırırıq. Müəyyən saatda filan işlərimi görəcəm, müəyyən saatda dərsə ayıracam və s. Plansız olmasa, yəni günü necə bölüşdürmək, yəni təsəvvür etmək mümkün deyil. Bu, təlim-tədris prosesində də belədir. Biz doğru, düzgün tədris təşkil etmək istəyiriksə, şagirdlərdə səmərəli şəkildə bilik-bacarıq formalaşdırmaq istəyiriksə, təbii ki, dərsimizi də planlı şəkildə tutmalıyıq. Buna görə də illik və gündəlik planlaşma var. İllik planlaşma bilirsiniz ki, il boyu nələr nələr tətbiq olunacaq, nə vaxt, nə zaman, nələr üzərində çalışacağıq. Bu illik planlaşmadır. Bizə gündəlik planlaşma lazımdır. Biz bugün gündəlik planlaşmadan danışacağıq daha çox. Gündəlik bizim hər gün dərsə necə hazırlaşmamızdan gedir. Hər gün biz sabah dərsi necə keçəcəksə onun planını qururuq. Bəzən olur ki, bu müəllimlər bəzən bunu ancaq bir yazı kimi təsəvvür edirlər ki, təbii ki, bütün müəllimlərə aid deyil, bəzi müəllimlərə aiddir ki, yazdım, bitdi, bu planlaşmadır, direktor yoxlayanda görsün ki, mən planlaşdırmışam və yaxud yoxlama gəldi, planlaşdırmışam. Əslində, mahiyyəti bundan ibarət deyil. Mahiyyəti bizim şagirdlərə sabahlarım hansı təlim nəticəsini reallaşdıracağıq, hansı qiymətləndirməni aparacaq və yaxud hansı fəaliyyətləri təşkil edəcəyimiz üçün bizim öncədən hazırlaşmamız deməkdir. Təlim nəticəsi nədir? Və yaxud da təlim nəticəsi biz demişik ki, keçən dərslərimizdə də danışmışıq ki, öncədən biz təlim nəticəmizi qururuq, təlim nəticəmiz olur ki, biz məsələn, şagirdə A və B-ni fərqləndirməyi öyrədəcəyik. Məsələn, və yaxud da deyirik ki, bugünkü təlim nəticəmiz odur ki, məsələn deyirəm, sait və sami səslər fərqləndirməyi biz təlim nəticəsi qururuq. Bugünkü təlim nəticəmiz sait və sami səslərin fərqləndirilməsidir. Biz buna sonda çatacağıq. Bu təlim nəticəsini biz sonda çatmış olacaq. Amma biz bunu öncədən müəyyənləşdirmiş oluruq. Öncədən müəyyənləşdiririk ki, sonda biz nə əldə edəcəyik. Və biz təlim nəticəmizə uyğun, dedim ki, deyirik ki, sait və sami səslərin fərqləndirməsini təlim nəticəsi olaraq qoymuşuq. Təlim nəticəmiz budur bugün. Biz bu təlim nəticəmizə uyğun olaraq qiymətləndirmə aparacağıq. Yəni, qiymətləndirməni aparanda da, qiymətləndirmə bizim üçün bir dəlildir ki, görək şagird fərqləndirə bildi mi? Bu təlim nəticəmizi nə qoymuşduq? Sait və sami səslərini fərqləndirməyi bacarsın şagird. Baxaq görək təlim fərqləndirə bildi mi? Nə dərəcədə fərqləndirdi? Qiymətləndirmə bizim üçün dəlildir. Buna görə lazımdır. Biz bunu reallaşdıra bildikmi? Nə dərəcədə reallaşdırdıq? Fəaliyyət isə biz bu təlim nəticəmizi reallaşdırmaq üçün hansı fəaliyyətləri icra edəcəyik? Biz öncədən, əgər bizim təlim nəticəmiz burada A-dan B-ni fərqləndirməkdirsə, yəni, məsələn, dedik ki, sait samiti dedik, nümunə olaraq. Təlim nəticəmiz budursa, fəaliyyətimizi də təlim nəticəsinə uyğun qurmalıyıq ki, məsələn, hansı strategiyadan istifadə edim, hansı iş formasından istifadə edim, dərsin necə fəaliyyətlər təşkil edeyim ki, yəni, bu təlim nəticəsini reallaşdırmış olum. Deməli, təlim nəticəmizi biz öndə müəyyən etdik və öncədən də şagirdlərə də bunu bildiririk ki, bizim bugün dərsdə reallaşdıracağımız, bugün dərsdə sizin son olaraq təlim nəticəniz bu olacaq. Bugün bunları fərqləndirə biləcəksiniz. Biz çox üzr istəyirəm. Biz təlim nəticəmizi öncədən müəyyənləşdirdik ki, sonda bu təlim nəticəsinə çata bilək.
Dedik ki, təlim nəticəsinə uyğun olaraq nə etdik? Qiymətləndirmə apardıq. Niyə qiymətləndirmə aparırıq? Görək nə dərəcədə reallaşdırdıq? Həqiqətən də şagirdlər fərqləndirə bildimi? Müqayisə edə bildimi? Qiymətləndirməmizi buna görə aparırıq. Əlimizdə dəlil olur ki, hə, biz bu təlim nəticəsinə çatdıq. Necə çatdıq və yaxud çatmadıq. Fəaliyyəti də dedik, necə oldu? Təlim nəticəsinə çatmaq üçün biz fəaliyyətlər qurmuş oluruq. Deməli, həm qiymətləndirmə, həm fəaliyyət nəyə əsasən aparılır? Təlim nəticəsinə əsasən aparılır. Bir də təkrar olaraq qeyd eləyək ki, təlim nəticəsi nə oldu? Təlim nəticələri dərsin sonunda şagirdlərin hansı bilik bacarıqlara sahib olacaqları haqqında nəticələrin nədir? Əvvəlcədən müəyyənləşdirilməsidir. Dedik, qiymətləndirmə nədir? Qiymətləndirmə dedik ki, şagirdlərin nəyi öyrənməsi ilə bağlı, nəyi əldə etməsi ilə bağlı, necə öyrəndilər, nələrə gəlib çatdılar, dəlil, sübutdur. Öyrənmə fəaliyyətləri isə dedik ki, biz hansı tapşırıqları verəcəyik bu təlim nəticəsinə çatmaq üçün, hansı iş formasından, hansı üsullardan istifadə edəcəyik, öyrənmə fəaliyyətləri dedikdə də bu nəzərdə tutulur. Ümumiyyətlə, niyə biz dərsi planlaşdırmalıyıq? Dərsi təlim nəticəsini qurmaq bizə niyə lazımdır? Ümumiyyətlə, ilk olaraq təlim nəticəsini bildirək ki, təlim nəticəsi bizim üçün bir fənərdir. Biz təlim nəticəsi olmasa, dərsi qurmaq, şagirdlərə bilik bacarıq formalaşdırmaq yəni mümkün deyil. Çünki bilmirik axı, məqsədimiz yoxdur. Düzdür, məqsədlə təlim nəticəsi arasında azacıq belə fərq var, amma onu fərqləndirmək sizə lazım deyil. Yəni, təlim nəticəsi olmadan biz bilmirik. Təsəvvür edin ki, biz çıxmışıq evdən, bilmirik, hara gedirik. Məqsədimiz bəlli deyil. Yəni, dərs də belədir. Təlim nəticəsi olmadan dərs necə qurmaq olar, nəyi reallaşdıraraq bu məlum olmaz. Bəs niyə dərsi planlaşdırmalıyıq? Qeyd elədiyimiz kimi. Dərsi ona görə planlaşdırmalıyıq ki, dərs axıcı olmalıdır, biz dərsdə nəyi reallaşdıracağımızı bilməliyik və necə tətbiq edəcəyimizi bilməliyik. Bu, həm dərsin axıcılığını təmin edir, eyni zamanda da müəllimdən həyəcanı götürür. Çünki müəllim bilir nəyi necə tətbiq eləyəcəklər, nəyi necə quracaqlar. Öncədən hazır olmuş olur, planlaşdırmış olur. Və eyni zamanda da müəllimdə də bu zaman həyəcan olmur. Həyəcan da olmur. Çünki öncədən bilir dərs prosesi necə olacağını öncədən bilmiş olur. Dərs də axıcı olacaq, xaos olmayacaq. Yəni, dərsin planlaşdırılması ona görə bizə vacibdir. Bəzən olur ki, məktəblərdə nümunə üçün göndərirlər ki, dərsin planlaşdırılması üçün gündəlik bu cür olmalıdır. Problem yaranır ki, hə, siz bu cür göndəriblər, bu cür olmalıdır. Əslində, onu nümunə üçün göndərirlər ki, bu cür eləyə bilərsiniz. Yəni, mütləq deyil ki, siz bu dizaynda eləməlisiniz. Hər kəs özü fərqli gündəlikdə tuta bilər. Heç kəs sizə mütləq deyə bilməz ki, bu dizaynda edin bu gündəliyi. Və yaxud da ki, hər məktəbin özünün dizaynına uyğun gündəlik planlaşdırma dizaynı ola bilər. Əsas məqsəd burada bizim bu dərsi necə qurmağımız üçün bizə plan rolunu oynamalıdır ki, biz dərsimizi necə quraq, necə planlaşdıraq. Əsas məsələ budur. Əsas məqsəd o deyil ki, hə, biz yazdıq, hə, görsünlər ki, bizim gündəliyimiz var, yox. Dedik ki, dərsin planlaşdırılması zamanı aşağıdakı vacib məqsədlər nəzərə alınmalıdır. Dərsin məqsədi, məsələn, dərsin məqsədini biz bilirik ki, dərsin öncədən biz dərsin məqsədini bilməliyik və bu aydın şəkildə anlaşılacaq formada olmalıdır. Eyni zamanda formativ qiymətləndirmə üsullarını müəyyənləşdirməliyik, fəaliyyətləri müəyyənləşdirməliyik ki, qeyd elədiyimiz kimi hansı tapşırıqlardan, hansı üsullardan istifadə edəcəyik. Dərs zamanı fəaliyyətləri, müxtəlif öyrənmə tipinə sahib şagirdləri və diferensiallığı nəzərə almalıyıq. Yəni, ola bilər ki, diferensiallıq deyəndə, məsələn, ola bilər ki, sinifdə fərqli bir şagird ola bilər. Məsələn, sinifdə olsun ki, tutalım ki, Asperger sindromlu uşaq var. O dərsi, məsələn, şagirdləri mənimsətmək üçün, mənimsətmək deyəndə hardasa doğru deyil. Yəni, dərsdə o bilik bacarıqları formalaşdırmaq üçün hər kəsə biz hamıya eyni yanaşsaq, biz bunu təmin edə bilərik, yox. Çünki bəzi uşaqlar var ki, fərqli uşaqlardır. Fərqli uşaqlara da bir fərqli strategiyadan istifadə etməliyik ki, həmin o cür uşaqları nəzərə alaraq biz
öyrənməni təmin edə bilək. Ona görə deyir diferensial. Biz diferensial təlim növbət dərslərimizdə də keçəcəyik. Diferensial təlim haqqında növbət dərslərimizdə daha geniş danışacağıq. Gündəlik planlaşdırmada nələr öz əksini tapmalıdır? Təbii ki, reallaşdırılması nəzərdə tutulan alt standartlar. Alt standartlar bilirik ki, dövlət tərəfindən qoyulur və alt standartlara əsasən biz mövzunu seçirik. Falan alt standartı veriblər, biz o alt standarta uyğun mövzunu seçirik. Və təbii ki, gündəlik planlaşmada mütləq dərsin məqsədi olmalıdır. Dərsi məqsədinə uyğun qiymətləndirmə meyarları olmalıdır. Yəni biz bu məqsədimiz budur. Bunu reallaşdırırıqsa, bu reallaşdırdığımızı necə yoxlayacağıq? Ona görə də bizim qiymətləndirmə meyarlarımız olmalıdır. Dərsin məqsədinə uyğun öyrənmə fəaliyyətləri, qeyd etdiyimiz kimi fəaliyyətlər və resurslar, bunlar hamısı gündəlik planlaşmada öz əksini tapmalıdır. Əziz müəllimlər, qiymətləndirmə isə əvvəldə də qeyd etdiyimiz kimi, burada müəllim dərsin məqsədinə çatıb-çatmadığını, şagirdlərin təlim nəticələrinə nail olub-olmadığını və yaxud da nələri reallaşdıra bildi, bunların hamısını ölçmək üçündür qiymətləndirmə və bizim üçün bu bir dəlildir. Yəni qiymətləndirmənin məqsədi şagirdin təlim nəticələri ilə nisbətən nəyi öyrənib, öyrənmədiyini müəyyənləşdirməkdir. Ki, yəni mən buna mütləq yazdım ki, 5 aldı, 3 aldı, 4 aldı, bu summativ keçirdim. Bu onun üçün deyil. Bu bizim öyrənməni ki, təmin etdik, təlim nəticəsini ki, reallaşdırdıq və biz təlim nəticəsini reallaşdırandan sonra biz baxırıq ki, təlim nəticəsini nə dərəcədə reallaşdırmış olduq. Yəni şagird nə qədər mənimsəmiş oldu. Şagirddə bu zamanda biz daha çox bilir, öyrənir deyə yox. Bloom taksonomiyasının feilləri ilə biz ifadə etməliyik bunu. Nə dərəcədə fərqləndirə bilir, necə müqayisə edə bilir? İndi buna növbət dəqiqələrdə daha ətraflı, daha detallı baxacaq. Öyrənmə fəaliyyətləri haqqında da danışdıq ki, öyrənmə fəaliyyətləri nədir? Yəni biz təlim fəaliyyətləri qoyulanda təlim nəticələrinə çatmaq üçün görülən işləri təsvir edirik öyrənmə fəaliyyətlərində ki, biz bu təlim nəticələrinə çatmaq üçün hansı işlərdən istifadə edəcəyik? Məsələn, kiçik qruplar, böyük qruplar, fərdi iş, yəni bunlar öyrənmə fəaliyyətlərinə aiddir. Təlim nəticələri nədir? Təlim nəticələri haqqında da çox danışmışıq. Bilirik ki, əvvəlcədən müəyyənləşdirilir və şagirdlər nəyi öyrənməlidirlər, nəyi bacarmalıdırlar. Biz bunlar haqqında öncədən planlaşdırırıq. Yəni sonda biz hansı nəticələrə çatacağıq. Və bu təlim nəticələrinə də çatmaq üçün müəllim mən dərsin məqsədini müəyyən edən zaman mən nə keçəcəyim yanaşmada olmamalıdır. Mən nə keçəcəyim yox, şagirdlər nə öyrənəcək yanaşmasında olmalıdır. Və bilik və bacarıqlara yiyələnmək üçün də təlim nəticələrində şagirddən nə gözlənilir, hansı bilik bacarıqlara yiyələnirlər. Bunlar da təsvir olunur. Biz bu təsvirlərə də nəzər salsaq, məsələn, deyək ki, müəllimin fəaliyyətinə yönəlmiş təlim nəticəsi. Müəllimin fəaliyyətinə yönəlmiş təlim nəticəsi yox, şagirdin fəaliyyətinə yönəlmiş təlim nəticəsi olmalıdır. Məsələn, essenin giriş hissəsini yazmağı öyrədir. Məsələn, burada öyrədir olmamalıdır. Müəllim öyrədir yox. Şagird essenin giriş hissəsini yazır. Və yaxud da məsələnin həlli yolunu göstərir yox. Məsələni həll edir. Şagird məsələni həll edir. Yəni müəllim məsələnin həlli yolunu göstərsin ki, bunu belə elə, bunu belə elə, bunu belə elə. Yox. Dediyimiz kimi müəllim fasilitatordur. Müəllimin fasilitatorluğu ilə şagird məsələni özü həll edir. Və yaxud da şagirdlərə vətənpərvərlik hissi aşılayır. Yox. Vətənpərvərlik hissi şagird nümayiş etdirir. Yəni müəllim fasilitator olmalıdır. Müəllimin fasilitatorluğu ilə şagird bu bacarıqlara yiyələnmiş olur. Gəldik təlim nəticələrinin hazırlanmasına SMART nədir? SMART-ın elə baş hərfləri verilib burada. Spesifik olmalıdır, yəni dəqiq olmalıdır. Yəni təlim nəticələri düzgün müəyyənləşdirilib, dəqiq və aydın formada ifadə olunmalıdır. Təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni təlim nəticəsi ilə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik bacarıqları da qiymətləndirilə bilsin. Əldə oluna bilən olmalıdır.
Yəni qoyulmuş hədəfə çatmaq üçün nə asan, nə də çox çətin olmamalıdır. Məsələn, tutalım ki, 50 kilo yükü qaldıra bilirsə, 80 kilo yükü biz şagirdə verə bilmərik. Yavaş-yavaş 50 kilo qaldıra bilir, 53, 55, yavaş-yavaş asandan çətinə doğru inkişafı üçün səy göstərməliyik. İnkişafına daha doğrusu çalışmalıyıq. Real imkanlar nəzərə alınmalıdır. Yəni, təlim nəticələri mövcud resursları, öyrənmə mühitini nəzərə alaraq realistik, ağlabatan şəkildə olmalıdır. Məsələn, sinifdə tutalım ki, resurslardan danışırıq. Məsələn, sinifdə tutalım ki, elektron lövhə yoxdur. Mən planlaşdırmamı məsələn slaydlardan qurum. Məsələn, sinifdə bir kompüter yoxdursa, o slaydı təqdim eləmək üçün və yaxud da nə mənası var ki, planlaşmanın? Yəni, resurslar nəzərə alınmalıdır. Time müəyyən vaxt müddətinin nəzərə alınması. Yəni, təlim nəticələri hansı müddətdə əldə olunduğunu göstərən xüsusi bir vaxt təyin edilməlidir. Və burada da məqsədə çatmaq üçün lazım olan addımların atılmasına kifayət qədər vaxtın ayrılması vacibdir. Ümumiyyətlə, bir təlim nəticəsini biz mütləq bir akademik 45 dəqiqə ərzində reallaşdıracaq. Bu cür belə bir yanaşma yoxdur. Ola bilər ki, bir təlim nəticəsini biz bir neçə dərsə reallaşdıra bilək. Bu da ola bilər. Yəni, mən mütləq bugün bunu keçib, sabah o birisini keçib, belə bir yanaşmada olmamalıyıq. Bu cür də ola bilər ki, biz bir təlim nəticəsini bir neçə dərsə reallaşdıra bilərik. Və yaxud da ola bilər ki, biz bir dərsdə, məsələn, 2 təlim nəticəsi reallaşdıraq. Bu da ola bilər. Amma dərsin təlim nəticəsi ilə bağlı bəzi səhvlər var. Bu səhvlər nələrdir? Bir dərs müddətində həddən artıq sayda təlim nəticələrinin yazılması. Məsələn, ümumiyyətlə tövsiyə olunur ki, bir dərs üçün maksimum 2, bəzən ola bilər ki, 3 təlim nəticəsi müəyyənləşdirilsin. Təlim nəticəsinin çox olmağı önəmli deyil. Yəni, əsas burada keyfiyyətdir. Yəni, şagirdlərin bilik bacarığa yiyələnməyidir. Yəni, mən 3 təlim nəticəsi qoyum, onu reallaşdıra bilməyəcəmsə, yəni, bu bizim etdiyimiz səhvlərdir. Ona görə deyir ki, dərsin təlim nəticəsi də bəzən belə səhvlər olur. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Yəni, bir çox hallarda müəllimlər düşünürlər ki, təlim nəticəsi şagirdlərə elan olunmamalıdır. Bu tamamilə yanlışdır. Əksinə, öncədən şagirdlər təlim nəticəsindən xəbərdar olmalıdırlar ki, yəni, sonda onlar hansı bacarıqlara, hansı bilik bacarıqlara sahib olacaqlar, nələri öyrənmiş olacaqlar, nələri fərqləndirə biləcəklər, müqayisə edə biləcəklər. Yəni, təlim nəticəsi öncədən şagirdə bildirilməlidir. Təsəvvür müəllim gəlib dərsə, təlim nəticəsini elan etmir, başlayır elə nəsə öyrətməyə çalışır. Yəni, nə dərəcədə burada öyrənmə baş vermiş olacaq? Yəni, tamamilə yanlışdır. Təlim nəticəsini şagirdlərə öncədən bildirilməlidir. Təlim nəticəsinin çox mürəkkəb şəkildə yazılması. Yəni, təlim nəticəsi bir fəaliyyəti əks etdirməlidir. Yəni, bir neçə fəaliyyətin əks olunması qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsində çətinlik yarada bilər. Yəni, aydın olmalıdır. Yəni, qarışıq şəkildə olmamalıdır ki, qiymətləndirmə də asan bir şəkildə reallaşdırmaq mümkün olsun. Yəni, mürəkkəb şəkildə yazılmamalıdır. Əlavə olaraq aşağıdakı məsələlər də təlim nəticəsində yanlış hazırlamasına səbəb olur. Feillərinin stativ olması. Stativ, yəni təlim nəticəsi ölçülə bilməyən feillərlə olmamalıdır. Yəni bu nə deməkdir? Məsələn, bilir, bacarır, görür, yox. Bloom taksonomiyasının feillərlə ifadə olunmalıdır. Biz növbəti dərslərimizdə Bloom taksonomiyasını keçəcəyik. Məsələn, fərqləndirir, müqayisə edir. Bu, Bloom taksonomiyasının feilləri ilə olmalıdır. Müəllim mərkəzli olması. Bəzən müəllim şagirdin nə öyrənəcəyini deyil, özünün nə edəcəyini köklənir ki, mən nə edəcəm, necə edəcəm. Yox, bu yanaşmada olmamalıdır müəllim. Müəllim şagirdin nə öyrənəcəyi yanaşmasında olmalıdır ki, şagirdlər nə öyrənəcəklər, nələri reallaşdırmış olacaqlar. Qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi. Biz qiymətləndirmə ümumiyyətlə nədir onu bildirdik ki, qiymətləndirmə dəlildir, təlim nəticəsinə necə çatıb, çatmadığını bilmək üçün dəlildir və qiymətləndirmə çox üzr istəyirəm.
Meyarlar hazırlanarkən, ümumiyyətlə qiymətləndirmə meyarları hazırlanarkən, düzdür, biz indi qiymətləndirmədə bu haqda daha geniş danışacağıq. Meyarlar uyğunluq prinsipi gözlənilməlidir. Məsələn, mən təlim nəticəsini qoymuşam, tutaq ki, A-dan B-ni fərqləndirim. Mən qiymətləndirməni C-dən D-ni fərqləndirməyə uyğun qura bilmərəm. Yəni, təlim nəticəmə uyğun olaraq qiymətləndirməliyəm. Qiymətləndirmə aydın və spesifik olmalıdır. Qiymətləndirmə meyarları dəqiq şəkildə olmalıdır və şagirdlər də öncədən bilməlidirlər ki, sonda necə qiymətləndiriləcəklər, nə qiymətləndiriləcək, bu şagirdlərə də aydın olmalıdır. Meyarlar obyektiv qiymətləndirmə imkanları verilən, ölçülə bilən olmalıdır. Ölçülə bilən deyəndə, yəni meyarların hazırlanması nəzərdə tutulanda şagird fəaliyyətini müşahidə etmək, dəyərləndirmək mümkün olmalıdır. Ona görə deyir ki, ölçülə bilən olmalıdır. Yəni biz şagird fəaliyyətini müşahidə edib dəyərləndirə bilək. Ümumiyyətlə, qiymətləndirmə aparılanda şagird fəaliyyətinə görə yox, təlim nəticəsinə görə qiymətləndirmə aparırıq. Yəni, şagirdin fəaliyyətini necə elədi deyə qiymətləndirmə bu yanlışdır. Qiymətləndirmə qeyd elədiyimiz kimi təlim nəticəsinə görə aparılır. İndi buna dərsin sonunda yenidən qayıdacaq sizlə müzakirəli şəkildə. Effektiv qiymətləndirmə prosesini aparmağı təmin etmək lazımdır. Qiymətləndirmə meyarları şagirdlərin işini dəyərləndirmək və onların inkişafına yönəlik konstruktiv rəy bildirmək üçün əsas rol oynayır. Konstruktiv rəy də bilirsiniz ki, yəni gələcəyə doğru inkişaf etdirmək üçün şagirdi biz baxırıq, çatanın, çatmayanına baxırıq və effektiv rəy verərək, stimul verərək irəli doğru aparmaq üçün lazım olur. Ümumiyyətlə, müəllimlər, biz dedik ki, mən nəyi dedim soruşacağım, unutdum.